Salam əziz şagirdlər, miqyas sertifikasiya yazılaşan müəllimlər, hər birinizə xoş gördük. Sizlərlə bugün Xəzər xaqanlığı mövzusunun izahına baxacağıq. Xəzər xaqanlığı. İlk öncə bu xaqanlığın yaranmasına keçməmişdən öncə biz qeyd edirik ki, Xəzər türkləri 198-ci ildə təbii ki, söhbət Xəzər və Barsil tayfalarından gedir. Bu tayfalar yadda saxlayın ki, Çolay ərazisində, yəni Dərbənd, o cümlədən də ki, Kür çayı sahillərində təbii ki, səpələnmişlər və məskunlaşmışlar. Daha sonra bunu qeyd edəcəyik ki, ərazi olaraq bu Xəzər Barsillər şimal ərazisindən, şimaldan Tiflis, daha sonra cənub ərazisindən qeyd edirik ki, İrəvan, sonra şərq ərazisindən qeyd edirik Gəncə, daha sonra qərb ərazisindən isə Ərdahan. Bu ərazilərdə Qarapapaq adı ilə tanınmışdır. Qarapapaq adı ilə tanınmış Barsillər. Kimlər? Barsillər. 2-3-cü əsrdə böyük yürüşlərə çıxdılar və həmin ərazilərə Borçalı adını verdilər. Hansı adı? Borçalı adını. İndi isə keçid alaq bu xaqanlığın yaranmasına və kimlərin varisi idi. Biz bilirik ki, Xəzər xaqanlığı qərbi Göytürk xaqanlığının varisidir. Hansı xaqanlığın? Qərbi Göytürk xaqanlığının və ümumiyyətlə hansı ərazilərdə məskunlaşmışlar? Qafqaz və o cümlədəki digər qonşu ərazilərdə məskunlaşmış oldular. Yaradılmasında hansı tayfalar iştirak etmişdi? Xəzər, Barsil, o cümlədən Sabir tayfalarını biz qeyd edə bilərik. Paytaxt şəhərləri hansı şəhərlərdir? Paytaxt şəhərləri Səməndər şəhəri, daha sonra Bələncər şəhəri və İdil şəhəridir ki, bu şəhərlərin adını çəkirik. Dövlətdə birinci şəxs kimdir? Dövlətdə birinci şəxs Xaqandır. İkinci şəxs isə Xaqan bəyi hesab olunurdu. Və hansı dövlətin zəifləməsindən sonra böyük ərazilər ələ keçirilmişdi? Həmin dövlətin ərazisini ələ keçirilmişdi. Böyük Bulqar dövlətinin zəifləməsindən sonra. Hansı dövlətdən söhbət getdi? Böyük Bulqar dövlətinin zəifləməsindən sonra ərazisini ələ keçirir. O cümlədən də ki, Sasanilərin yadda saxlayın ki, xüsusən Azərbaycan ərazisində, yəni Cənubi Qafqazda möhkəmlənməsinə mane olur. Şərqi Avropa tarixində isə mühüm rol oynayan ərəblər idi. Kimlər oldu? Ərəblər. Ərəblərin Şərqi Avropaya və Dərbənddən şimala hücumlarının qarşısını aldılar. Bəs Xəzər asayişi dövrü nə vaxtda əhatə edir? Bu sual verilərsə bizə, təbii ki, söhbət 8-9-cu əsrdən gedir. Demək, Xəzər asayişi dövrü 8-9-cu əsri əhatə edir. Neçənci əsri əhatə elədi? 8-9-cu əsri əhatə etdi. Asayiş dövründə xüsusən də kimləri tabe etdi Xəzər xaqanlığı? Slavyanları tabe edir. Slavyanları neylədi? Tabe etdi. Və Xəzər xaqanlığı sonradan şimal ərazisində biz qeyd edirik ki, şimal ərazisinə doğru geri çəkilir. Cənubda ərəblərlə müharibə aparmışdı. Kimlərlə müharibə? Ərəblərlə. Və burada da hətta Şərq Slavyanları vergi ödəyir bunlara. Şərq Slavyanları Xəzərlərə vergi ödədi və tabe olur. Bir də əhali və dövlət dili haqqında qeyd eləsək, yadda saxlayırıq ki, əhalisi Xəzər türkləridir. Kimlər oldu?
Xəzər türkləri. Dövlət dili isə türk, Xəzər dilidir. İkisində mahiyyət etibarilə eynidir. Ancaq kitab belə yazıbdır. Növbəti bir nüans nədən ibarətdir? Böyük şəhərlər inşa etmişdi və şəhərlərin də əhalisinin əksəriyyəti Xəzər türkləri idi. Hansı din yayılmışdı? 8-ci əsrdə yadda saxlayaq ki, İudaizm. İudaizm dini yayılır və bu dini ayrı-seçkiliyə son qoymur Xəzər xaqanlığında. Bir də ki, iqtisadiyyatın əsasını buradan təşkil edir. Bunu da qeyd edək. Xəzər xaqanlığında yadda saxlayaq ki, iqtisadiyyatının əsasını təşkil edir əkinçilik, ikincisi maldarlıq, üçüncüsü sənətkarlıq. Demək ki, iqtisadiyyatın əsasını təşkil edir əkinçilik, maldarlıq və sənətkarlıq. Bir də ki, Xəzər xaqanları ölkədə necə bir ordu yaratmışdır? Güclü ordu yadda saxlayırıq ki, yaratdı. Bu güclü ordunu nəyin hesabına yaratmışdır? Ticarətdən əldə etdiyi gəliri, daha sonra gömrükdən topladığı deyirik ki, rüsum, tabirlə xalqların ödədiyi vergi idi. Zəifləməsinin səbəbləri isə nələr idi? Zəifləməsinin səbəbləri ərəblərlə deyirsiniz ki, mübarizəsi. İkincisi, peçeniklə mübarizə. Üçüncüsü, dini pərakəndəlik. Demək ki, bu üç səbəb ərəblərlə müharibə, peçeniklərlə müharibə, dini pərakəndəlik Xəzər xaqanlığının zəifləməsinə səbəb oldu. Nə vaxt süquta uğramışdı? 965-ci ildə. Kimlər tərəfindən? Kiyev knyazı Svyatoslav tərəfindən və Kiyev Slavyanlarla mübarizə Azərbaycan tarixində Salariya dövləti ilə oxşar cəhət təşkil edir. Bir də qısaca olaraq bunu da qeyd edək ki, Xəzərlərin adı 12-ci əsrə qədər çəkilmişdir. Neçənci əsrə qədər? 12-ci əsrə qədər çəkilir. Sual verilsə ki, nə vaxt yaranmışdı bu xaqanlıq? Yadda saxlayırıq ki, yarandı 7-ci əsrin ortaları. Nə vaxt oldu? 7-ci əsrin ortaları yarandı. Nə vaxt süquta uğradı? 965-ci ildə. Sağ olun, hələlik bugünlük bu qədər.